Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn ədədi tapın. Baxırıq ki, bizə 3 sətirdən ibarət fiqur və rəqəmlər verilib. Və biz verilmiş bu rəqəm və fiqurlar arasında qanun uyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn variantı tapmağa çalışacaq. İlk öncə verilmiş ikinci və üçüncü sütuna baxaq. Deməli, 54 almalıyıq 5 və 6-dan. Burada diqqət edəcəyimiz 5-in neçə dərəcəli bucaq, neçə tərəfli bucaq altında yerləşdiyini də nəzərdə yetirməliyik. Çünki 6 bucaqlıdırsa, ola bilsin 6 ilə 5-in də hər hansı bir qanun uyğunluğu ola bilər. Diqqətlə baxırıq. 5 ilə 6. 5-i 6-ya vuranda 30 edir. 30 da 54-dən 24 vahid azdır. Amma 4-ü 5-ə vuranda 20 edir. Bu da 23 vahid azdır. Sonra 5-in kvadratı 25 edir. 25-in üstünə 6 gələndə 6-in kvadratı 36. 25 ilə 36-ın cəmi də 61 edir. 61 54-dən 7 vahid çoxdur. 4-ün kvadratı 16, 5-in kvadratı 25 edir. Bunların da cəmi 41 edir. 41 isə 2 vahid azdır. Gördüyümüz kimi bu qanun uyğunluğu müəyyən edə bilmədik. Amma diqqətlə yanaşsaq, görərik ki, bu 54-ün birinci rəqəmi üstdəki 6 bucaqlı, ikinci rəqəmi isə altdakından 2 çıxıb yazmaq olar. Yəni, bu 56-nı yanaşı qoysaq, 5 ilə 6-nı edir 56 və 2 vahid çıxsaq 54 edir. 45-i də yanaşı qoysaq, 4 ilə 5-i 2 vahid çıxsa 43 alınır. Onda 67-ni də hər ikisini də ödədiyinə görə bu qanun uyğunluq. 6 ilə 7-ni də yanaşı qoyub 67, 2 vahid çıxanda 65 edir. Və gördüyümüz kimi 65 də bizim D variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.